18'e. Sümüksüzdür yani. Kilosu. Dana ətidir amma. Dana. Çox qəşəngdir, maşallah. Allah sağlam can Sağ ol. versin, rahat yeyərsin. Gel qonağım ola bilərsin. Var o. Gedərəm, o gec pişəcək. Yuvanı aramıra. Sağ olun, sağ olun. Necəsən? Xoş gördük, sağ ol. Siz necəsiniz? Sağ ol. Hava nə yox? Yaxşı, Allah razı olsun. Siz necəsiniz? Sağ ol. İnternetdə görmüşəm. Eləmi? Hə, olar, olar. Otubotdan, ha bunun. Bəli, bəli, bəli. Ha. Selamünaleyküm. Salam, salam. Görüşüm özüm tanış eləyim. Hə, buyur, buyur. Necə? Fərdi tanıyırsın. Hansı Fəridir? Seydim. Ha, qəşəng tanıyır. Atasıyam. Sizi çox istəyirəm. Özdə izləyirəm. Göydərə kəndindən. Hə, salam aleyküm. Necəsiz? Sağ ol, siz necəsiniz? Qardaş, bizim bu alımıza siz bir reklam eləmişsiniz ki, Naxçıvanda cacıq 2 manatda aparmışam cacıq o vaxt bu manatdan almışam. Deyirlər Naxçıvanda 2 manat. 2 manat, cacıq 2 manatdır da elə. 2 manat indi olur. Və mən o vaxt getmişəm bir yeri cavan oğlan yeri reklam eləyib 2 manatdır. Biz səndən 10 manatdan nətər alaq? Cacığın kilo. Salam, sağ ol, siz Heç, necəsiniz? nə? Sağ ol, görüşək. Xoş gördük. Mən sizin həmişə izləyiciyəm. Allah razı olsun. Baxıram, nəzarət edim. Çox şükür ki, siz öz yerinizi o qədər sevirsiniz ki. Sevirəm, Yenidən bəli. qayıdıb gəlibsiz. Burada Sağ ol, təsərrüfat. siz necəsiniz? Xoş Siz gördük. görməyimizə çox şad oldum. Gecələrdə gördüm. Çox şad oldum sizi Sağ olun, görməyimizə. var olun. Ekrandakından daha da cavansınız. Eləmi, hə, olsun. Allah köməyiniz Sağ olsun. olun, təşəkkür edirəm. Balqabaq tumu neçədir? 13 manata. Çörək neçədir? 80 qəpiyə. Maşallah, 80 qəpiyə. Bazar olsun. Bazar belə olar, Hələ bir belə rayonlar gəzmişəm. Azərbaycan demək olar bütün rayonları. Maşallah, bu qədər sıxlıq görməmişəm. Apa sen benim adamımsan da, seni Allah yedirip bura. 2 manat 50 getir, 1.50. 2 manat 50 qəpik, 1.50. Sana bu 2 manat. Yox, yəni hansı qəşəng olar? Qəşəng budur mənim qardaş. İndi mən axşamacan gəzəcəm. Xarab olmaz Heç mı? şey olmayacaq, üstüne qaynanmış tut, sen tutardı getdi. Nəyin qaynamışdı? Çarşır da, çarşır da. Yox, mən bu əkəcəm. Qaynamış suzat nədir? Öyle deyirəm, ben deyim onu ki, sen onu Moskvaya apar. Bir ver, aparıb əkəcəm. Bismillah. Bismillah, ya Allah. Aparım, əkim, yaxşı. Zoğu mənə önəmlidir. Bax, bu yaxşıdır, o yox. Bir bu, zoğ qəşəng olsun. Ver da neyiniyim, bax. Yaxşı olsa, yaxşı olsa. Çəkib paylaşıb fikrimi Ben bildirəcəm. bakacağım da sana orada. Pis olsa, yenə bildirəcəm. Gene bildirəm. Hə, fikrimi bildirəcəm. Tabi məcbur gələsən ki, qardaş, onu çıxart ver, ala buna. Değil bu bazara gelmeyesin. Mən, yox, gəlmir. Tərxun- yox, heç Yenə alasın, hə, tərxun tərxun almıyor. almıyor. Ha. Dostlar, tərxun aldım, aparıb əkməyə. Qonaq da ola bilər. Allah razı olsun. Malınıza, mülkünüzə, elinizə, canınıza bərəkət versin. Birinci canımızı sağ eləsin Allah. Allah onun hamısını bilgi eləsə daha yaxşı. Sağ ol qardaş. Bismillah. Çox sağ ol. Bismillah. Bərəkətli olsun. Sağ ol. Cibin dolu olsun. Sağ ol. Sarımsaq neçədir, gözəl insan. Bir manada verirəm sənə 70 kg. Sabah istirahətdəyim, sarımsaqdan bol yeyəcəm. Ağlayır manat İspan. İspanağın 5'i 1 manat. Sarımsaq neçə dedim, bir man. 70 qəpik verəsən sən. Yox, məndə də üstü qalsın. Hayki deyəndə o elə dedim ki, elə bir 30 manat qaldı, 30 qəpikdir. Bazar olsun. Salam, necəsiz? Sağ ol, siz necəsiz? Mən də Teyvazlıyam. Belə? Həmişə görürəm, nə Ha, şeydə. lap yaxşı, şad ol. Millətdə görürəm. Var ol, Allah razı olsun. Nə qulluq eləyim? Təşəkkür edirəm, çox sağ ol. Salam, salam, salam. Hə, bildirmək istəyirəm ki, Azərbaycan bütün bölgələrini gəzmişəm, bütün rayonların bazarlarında olmuşam. Demək olar, maşallah olsun, ilk dəfə belə sıx bazar görürəm. Cəmaatın gəlməyi, qiymətlərin bazarlı olmaqda. Elə bir ki, o vaxt şah dövrün bazarına oxşuyur. Salam aleyküm. Bazar olsun. Necəsiz? Sağ olun. Neçədir bu? Bu nədir? O şordur. Hə, hardan bu rəngi yəqin ona görə elədi. Bəs bunu özünüz istehsal edin. Özüm istəyirsən. Mal heyvanım var.
belə yaxşı mal heyvanınız var yoxsa? Yoxsa inək saxlayırıq. Maşallah, bazar olsun. Neçəyə versən? Atdan satan 5-dən verirəm. Ha. Baxa bilərik dadına. Az, az. Mən bircə çıxılıb. Baxıb bəsən. Bismillah. Əla. Amma yağlıdır. Yağlıdır, bəli. Salam aleyküm. Necəsiz? Quzu qulağı neçədir? 70 qəpikdir. Vallahi bu dağa gedib yığmaq zülümdür. İlanı var, çayanı var, vuranı var, tutanı var. Özdə ürəyin dərmanı, təzyiqi tənzimləyir, qanı duruldur. Sucuq neçədir? Salam aleyküm. Salam aleyküm qardaşım. 1 manat adı, bu da az qalıbdır 2 arma da. Ya 3 il. Haran sucuq? Orduvadır. Ha, maşallah. Bazar olsun. Xoş gəldin qardaşım. Çox Sizə sağ ol. belə qulluq da eləyə bilərim. Minnətdaram. Allah razı olsun. Təşəkkür edirəm. Qarın neçədir? Salam aleyküm. Salam mənim qardaşım. Qarın altıdırsan 5 manatdan al. Allah razı olsun. Bəs kəllə Kəllə əti də biz bazarda cəmaətin nəbzinə görə. Ha, alver edirik. maşallah. 6 manat. Ha, maşallah. Bazar olsun. Almanı atdım xarala. Alma haran almasıdır? Bilirəm, atmıram xarala. Dedim mən Qubandır. Bazar olsun. 2 manatda alma. Salam, xoş gördük. Necəsiz? Bazar olsun. Allah bol müştəri etsin. Canınız başıyız. Yaxşı, sağ ol. Həmişə Necə? sən gələsən. Çox sağ ol. Allah razı. Necə gəlir işləri? Allah, hər şey Allah. Maşallah. Allah cəmaata pul yetsin. Amin. Gəlib yaxşı Sağlamlıq alır getirsin elə. birinci, sonra Əlbəttə sağlam. Sağlam olmayanda adam yeyə Hadi o bilir. gəlir yerli məhsul oradan yersin ki sağlam olur. Bəli. Bazar olsun. Nə Allah qulluq eləyirsə. Var ol. Vallahi. Allah razı olsun. Sizə bir qəşəng pürənci çay deyə bilərəm. Minnətdaram. Çox Orada sağ ol. bax mürəbbələri ilə. Ha, bax. Sən Ordubaxdan. Ha, mən Ordubaxdayım. Deyirəm Ordubaxda olanda bəlli eləyir də. Adam elə bir Ordubaxdadirsə qonaq olur. Saral neçədir gözəl insan? Onlar 6 manat, üstəlikdə 5 manat. Əlbəttə. Mən Üzr ki, istəyirəm. sənin əsabi kəfə gəlmişəm. Əhd eləmişəm, nəvəm ali məktəbə qəbul olsun, gəlim ziyarət eləyim. Ay, Şükür maşallah. qəbul edib gəlmişəm, o qədər razıyam. Küçələriniz təmiz, əhaliniz çox mehriban, hər şeyiniz təqdirə layiqdir. Sağ ol. Allah təşəkkür. kömək olsun sizə. Amin, sağ ol. Allah qismət eləsin, o birisi nəvəm qəbul olsun. Gəlin yenə İnşallah. gəzin bazarı. Bugün bazarda nə aldın? Bugün bazarda əsas sucuq Səbiz aldım. almışsan, sucuq ye. Qızlara vermişəm, qızlardan da qabaq. 1 manatdır. Sucuq aldıq, çox xoşumuza gəldi. Bindir aldıq. Maşallah. Alça aldıq. Prosta qızlar qabaqda veşlər aparırlar. Daimə ağırlıq düşməz. Allah kömək Sağ ol, olsun. Allah razı olsun. Sağ ol, sağ ol. Bal neçədir? Bal 30 manat. 30 manat. Maşallah olsun. Allah bol müştəri yetsin sənə, gözəl insan. Çox sağ ol mənim. Yəni Ordubaxda olmağın bəlli elədi. Çox sağ ol. Ki gəl çay çay bilən sağ ol. Sağ ol. Süd neçədir? 1 manat 20 qəpiyə. Sizin südü çox bəyənəm, özün də bilirsən də. Bəli. Hələ süd verdiniz qutarmır. Qutarsa bir də gəl alacaq. Yağlı süd. Yağlı, dadlı. Dadlı. Neçə inəyin var? Bundan. Maşallah, Allah bərəkətli eləsin. Neçə sağırsan? 7'si sağlam. Maşallah, öz malındır da. Bəli. Başqa yerdən Xeyr. yəni süd almırsan. Xeyr, da. öz südümüzdür. Öz inəyinizin südü, Bəli. öz südünüz. Öz. Bəs süddən başqa nə satırsan? Hələli südü yayda amma pomidor, qara, biber. Əkirsən, əkin. Bəli, Gəlib bosan. bəlkə bir gün əkinçiliyi çəkər. Çəkək. Gələcəm bacım. Həyatda səmavar çay, sonra çəkilişə başlayarsan. Bazar olsun. Sağ ol. Ay camaat, ən yaxşı kiriş belə körpəsidir. Neçədir kiriş? Bir dənə ödəyə qoy. Bir anlı. Bəs qulançar Qulağımsa da 3 manat 50 gəldi sənə verəcək. mənə vermə də Allah dadan. Yuma verin. Mərətül. Mərövcə. Mərövcə. Bəli. Uşaqlıqda biraz mərövcə. Siz şahbuzusunuz. Amma sən həmişə verir uşaqları. İzləyirəm. Eləm Allah Ondan da sonra durum evlərin var, hamısını basıb yeyib. Allah. Şahbuzun harasından? Mən Kürdistan. Allah bol müştəri yetsin ay qonşu. Nə satsan? Bura sənlikdir yəni. Maşallah, maşallah. Yerli nə məhsulun var? Vallahi hamısı yerli Quba məhsullarıdır. Limon neçədir?
5 manat da elə kilosu. Kilosu 5 manat amma qəşəng limondur, mən sizə deyim. Salam, xoş gördük. Necəsiz? Nə var nə? Bazar olsun, Allah razı olsun. Salam ana, necəsin? Yerli pomidor çıxıbdır. Ordubadındır. Siftəsiz gətirin. Neçədir? Ay maşallah, yerli pomidor. yerlidir, yolumuz yerlidir. 3 manat 50 gətirin. Yalanımız yerlidir, sobalar yerlidir. İndi çiyələk yemərəm açığı, pomidor da yemirəm mən mövsümündə. Bazar olsun. Sağ ol, Allah razı olsun. Allah kömək olsun. Çiyələk neçədir? 6 manat. Göbələk də yerlidir. Zulfanındır bu. Bazar olsun. Allah bol müştəri yetsin. Pendir neçədir ana? Salam. Necəsən? 4 manat. Bu da, bu da. Bazar olsun. Neçədir yumurta? 35. 35 kilo. İt burnu tutsa, maşallah. Neçəyə versən? 5 manata. Halal, halal. Yarpağı da var. Yarpaq neçəyə versən? Yarpaq da 7 manata kilo. 7 manata. Cücə neçədir? Salam. 1 manat 30 qəpik. Bir günlükdür deyəsən. Bir günlük. Bazar olsun. Gəlirəm, gəlirəm. Bax burada var dağ nanəsi. Salam, necəsən ana? Neçəyə versən? 50 qəpik. Bax 50 qəpikdir dağ nanəsi. Biz bunu küftədə işlədirdik, sonra nədə işlədirik? Biz ən çox küftədə işlədirdik, küftə pencərdəydik. Bazar olsun. Sən nə satsan, gözəl oğlan? Demir satır. Neçə versən? 8 manata. Maşallah, bazar olsun. Maşallah, maşallah, bazar boldur. İnşallah insanların da yaxşı büdcəsi olar. Bax, bu xıncılovuz budur. Qovurursan, yumurtanı vurursan üstünə, imkan olsa qavurman da olsa vursan yeyərsən. Çox dadlı olur. Bazar olsun. Bugün Naxçıvan şəhərin yarmarkasında olduq. Qiymətlərə baxdıq. Bazarda nə var idisə birgə müşahidə etdik. Yarmarka həftənin şənbə və bazar günləri olur. Məhsullar bol və bazar isə insanlarla çox idi. İndi isə gəlin gedək. Naxçıvan şəhərində yerləşən bu park 44 günlük müharibədə qazanılan zəfərin memorial bir parkıdır. Və əlbəttə ki, ailənizlə, uşaqlarınızla gəlib bu gözəl parkda gəzintilər edə bilərsiniz. Hal-hazırda mən Əcəmi Naxçıvanlının heykəlinin, büstünün heykəlinin qarşısındayım. Əcəmi Naxçıvanlı 1186-cı ildə Möminə xatın türbəsini tikən şəxs olubdur. Möminə xatın türbəsini Atabəy öz anasının şərəfinə tikdirmişdir. İndi isə sizlər üçün Möminə xatın türbəsini gəlin birgə gəzək, görək, kəşf edək. Naxçıvanın ən dəyərli, ən gözəl simvollarından biri olan Möminə xatın türbəsinə gəldik. Gördüyünüz bu türbə hal-hazırda təmirdə olduğuna görə biz içərisinə daxil ola bilməyəcək. Amma mən istəyirəm ki, köhnədən çəkilişimiz var. Onunla bərabər bunu sizə göstərim. Salam gənclər.
Müəlliməsiz siz. Bəli. Hə, nə gözəl. Bu gün park gəzintisinə çıxmısınız və Bütün muzeyləri demək olar getdik. Heydər Əliyev muzeyinə getdik, Bayraq meydanına diqqət getdik. edirsiniz. Qala muzeyinə, daha sonra Nuhun məqbərəsinə. Yəni şagirdlərimlə tezdən saat 10-dan Naxçıvan şəhərində Yemək gəzdik. yeyiblər yoxsa? Yemək də yeyiblər, bəli. Görün nə nümunəvi müəllimədir. Təsadüfən burada Hüccal müəllimə ilə tanış oldu və tələbələrlə birgə. Mən bir Təşəkkür vətəndaş edirəm. kimi sizə təşəkkür Çox edirəm. sağ olun, Sizin təşəkkür kimi edirəm. müəllimələr bol olsun. Yəqin Çox sağ tələbələr də sizi çox sevirlər ki, Bəli. birgə belə yürüyüş edirsiniz. Aprel ayında da 2 dəfə ekskursiyada olduq. Aha. 7-ci siniflərimiz 8A sinifini gətirmişdik. Bu gün də 8A sinifi ilə bir də 9-cu siniflər. Onlar indi yanımızda deyil. Onlar da başqa müəllim. Bu gün Qala gəzdilər muzeyini, uşaqlar. Maraqlı oldu mu gəzinti? Çox. Eləmi? Hansı məktəbin tələbələridir? Ərəzincə. Oradan gəlmisiniz. Bəli. Mən sizə alqışlayıram, siz də özünüzü alqışlayın. Ərəzindən bura gəliblər. Gülümsün, Zərifə gülümsə. İndi isə elə məhz Qızlar bulağındayım. Naxçıvan şəhərinin ən məşhur yerlərindən biri də bura Qızlar bulağıdır. Qızlar bulağında həm sərin su, həm də fərqli bir mağaraya malikdir. Eyni zamanda çox qədim dövrlərə aid olan tarixi bir bulaqdır. Yuxarıda gördüyümüz elə məhz həmin tikililər buranın nə qədər qədimi bir yer olduğu haqqında elə bizə məlumat verir. Burada olan həm quşların səsi, həm də suyun səsi insana bir rahatlıq verir. Ən azından gün ərzində 15 dəqiqə də olsa özünüzə vaxt ayırın, sakit halda belə səsləri dinləməyə çalışın. Bura asudə vaxtlarınızı gözəl keçirmək üçün gəlirsiniz. Amma bir tövsiyəm vardır. Burada günəbaxan tumlarını yerə tökməyin və eyni zamanda özünüz üçün gətirdiyiniz soyuq içkilər, paketlər, bunu bura atmayın. Mümkün qədər tullantı qablarından istifadə edərək həmin elə tullantıları məhz həmin qablara atın. Çünki biz özümüz ərazimizin təmizliyinə diqqət etməliyik. Bura bizim evimizdir. Və qonaqlar bura gələrkən bizim həmin çirkin olan əməllərimizi özləri üçün bayraq etməsinlər. Özünüzdən müğayət olun, amma nə olursa olsun təmizliyimizə diqqət edək. Tullantı atmayaq və s. İndi isə Qızlar bulağı ilə yaxından tanış oldum. Gəlin gedək, Göl kafesi və ya şəhər gölü deyilən bir yer var ki, həmin qədimi, yəni 8-ci, 9-cu əsrlərə aid olan məscidin ərazisində idi həmin göl. Həmin məkana gedib, orada bir çay içək. Naxçıvan şəhərinə gəldiyiniz zaman əlbəttə burada şəhərin tam mərkəzində Möminə xatın türbəsinin yaxınlığında olan bu gölə də gəlməyi unutmayın. Qızlar bulağın yuxarısına, burada rəngli balıqlar da var. Özünüzlə çörək gətirməyi də unutmayın. Kafedən istədim, dedi yoxdur. Mənim də cəviz söçəm var idi, onu verirəm. Bu neçə idi qiyməti? 2 manat. Hal-hazırda Naxçıvanın ən gözəl güşəyə, ən gözəl görüntüyə malik olan bir məkandayım. Bura Naxçıvan şəhərinin mərkəzində yerləşən göldür. Buranın əlbəttə ki, həm dondurması, həm çayı, həm də şaurması öz sözünü deyirdi. Xüsusən qeyd, yalnız və yalnız ailəvidir. Yəni ki, burada
spirtli içki ümumiyyətlə verilmir. Ailənizlə birgə gəlib asudə vaxtlarınızı bu gözəl məkanda keçirə bilərsiniz. Mən indi isə sağollaşmaq istəyirəm. Bugün Naxçıvan şəhərində oldu. Şəhərin gəzməli, görməli, maraqlı yerlərini elə məhz sizinlə paylaşdıq. Bazarda nələr var, qiymətlər neçə idi. İndi isə sağ olun deyirəm. Gələn həftə harda olacam, özüm də bilmirəm. Xüsusən də gəzib, görüb, xüsusi ləzzətləri sizinlə mütləq bölüşəcəm. Hələlik, özünüzdən müğayət olun, Allaha əmanət olun.